Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib. Doğru Xəbər Azərbaycan bildirir ki, həmin məlumata görə təqsirləndirilən şəxs Qabil Əmrahoğlu Məmmədov barəsində Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə görə rəsmi xəbərdarlıq olunub. Bildirilib ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi 21-ci Dağlı sahəsi 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir. Cinayət Məcəlləsinin 24-cü maddəsi ilə ittiham olunan Qabil Məmmədov 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya, sosial müavinət veriləcəyi adı ilə 10 nəfər aldadıb. Həmin şəxslərdən 25.597 manat pul alıb. O, eyni zamanda sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib. Qeyd edək ki, daha öncə Qabil Məmmədov barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib və o axtarışa verilib. Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb. Bu barədə İTV məlumat yayıb. Məlumatda bildirilir ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlifzət-oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə görə rəsmi bildiriş göndərilib. Qeyd olunub ki, 16-cı ay 1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlifzət-oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirli bilinir. Tural Sadıqlı'nın 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını oturum izni ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədi ilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib, polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları barələrində cinayət işi başlanmaqla hüquq mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar daxil edilib. Dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə sürəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlanmasına, bundan başqa 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşahidə olunan kütləvi ixtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib. Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyinə uyğun olaraq Elşad Tofiqoğlu Məmmədov, Məhəmməd Faziloğlu Mirzəlini və Məmmədov Qurban Cəlaloğlunu Prokurorluğun İstintaq İdarəsinə çağırıb. Bu barədə İctimai TV-yə Baş Prokurorluqdan bildirilib. Vurğulanıb ki, Elşad Məmmədov 2021-ci ilin aprel ayından 2022-ci ilin mayına qədər internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, saxlanılması, həmçinin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı açıq çağırışlar edib. Bundan başqa Məhəmməd Mirzəli 2018-ci ilin əvvəllərində hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin zorakılıqla müşahidə edilən kütləvi ixtişaşlar edilməsinə dair açıq çağırışlar edib. Məmmədov Qurban Cəlaloğlu 19 aprel, 8 iyun, 15 iyun və 7 avqust 2019-cu il tarixlərində internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, həmçinin hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşahidə olunan kütləvi ixtişaşlar etməyə qəsdən açıq çağırışlar edib.